Qəlbin gücü Azərbaycanın qədim, zəngin mədəni irsi ilə örülmüş torpaqlarında min illərin sirlərinin, əcdadların hikmətini və yerli adət-ənənələrin gözəlliyini özündə cəmləşdirən Əs-Səmərə adlı bir kənd yerləşirdi. Bu kəndin dar daşlı küçələri, hər küncündə danışan qoca ağacları, yosunla örtülmüş köhnə evləri və geniş tarlalarda yetişən ətirli bitkiləri, keçmişlə gələcəyin, sevinclə kədərin bir-birinə qarışdığı, sanki əbədiyyətin nağılını danışan müqəddəs bir məkan idi. Hər səhər günəşin ilk şüaları kəndin üzərinə nazlıca düşər, axşam isə ulduzların səması sanki min illərin hikmət dolu sədasını eşidərdi. Kəndin sakinləri nəsildən nəsilə ötürülən ənənələrə, atalarının öyrətdiyi dəyərlərə və insanlıq tarixinin sarsılmaz inamına sadiq qalırdılar. Hər kəs öz qəlbində parlayan bir işıq, bir ümid daşıyır, sevincləri, acıları, arzuları və ümidləri ilə həyatını davam etdirirdi. Bu dəyərlər, xüsusilə kəndin hörmətli adamlarından biri olan Hacı Məcid bəyin həyatında öz əksini tapırdı. Hacı Məcid bəy uzun illərin zəhmətini, sevinclərini və kədərini yaşamış, Tolstoyun romanlarında təsvir olunan qəhrəmanların kimi hər kəsə yol göstərən bir öndər idi. O, kənd meydanında toplanan insanlara tez-tez deyərdi: "Əziz qardaşlar və bacılar, həyatın ən böyük zəfəri öz qəlbindəki işığı tapmaq və onu sarsılmaz sevgi, mərhəmət və inamla qorumaqdır. Bizim əsl gücümüz maddi zənginlikdə deyil, ürəyimizdə, dərin düşüncələrimizdə və bir-birimizə olan bağlılığımızda gizlidir." Bu sözlər kəndin hər bir sakininin qəlbində dərin izlər buraxırdı. Gənclərdən yaşlılara qədər hər kəs öz həyatında atalarının öyrətdiyi hikməti və dəyərləri xatırlayır, onları gələcəyin parlaq ümidinə çevirmək üçün çalışırdı. Kəndin gənclərindən biri olan Tural həm idealist, həm də çalışqan bir oğlan idi. O, atası Hacı Məcid bəydən aldığı dərsləri və kəndin qədim nağıllarını öz qəlbində daşıyır. Hər səhər dar küçələrdə gəzərkən, həyat yalnız zəfərlərdən ibarət deyil, hər çətinlik içimizdəki işığı daha da parlaq edəcək bir fürsətdir, deyə düşünürdü. Turalın gözlərində həm gəncliyin təravəti, həm də dərin düşüncələrin ağırlığı parıldayırdı. Bir payız günü kənd meydanında böyük bir yığıncaq təşkil olundu. Hər kəs keçmişin xatirələrini və əcdadların öyrətdiyi ənənələri yad edərək birlikdə olmaq üçün toplaşmışdı. Hacı Məcid bəy meydanda ayağa qalxaraq səmimi və dərin səs tonunda belə sözlər söylədi: "Ey əziz insanlar, həyatımızın hər anı, sevinclə, kədərlə, uğurla və məğlubiyyətlə bizə bir dərs verir. Bizim ən böyük zəfərimiz öz qəlbində daşıdığımız səmimi işıqdır. O işıq sevgi, mərhəmət və dürüstlükdə gizlidir. Gəlin bu dəyərləri heç vaxt unutmadan birlikdə gələcəyə inamla baxaq." Bu sözlər kəndin hər küncündə yaşayan insanlara dərin təsir bağışladı. Hər kəs o an öz həyatında yaşadığı çətinlikləri, kədərləri və eyni zamanda içindəki səmimi ümid işığını xatırladı və gələcək üçün yeni ümidlər qazanmağa başladı. Bir neçə ay sonra kənddə böyük bir dəyişiklik baş verdi. Yerli hakimiyyət tərəfindən kəndin inkişafı və modernləşdirilməsi üçün yeni layihələr elan olundu. Bu layihələr kəndin infrastrukturunu, təhsil müəssisələrini və mədəniyyət mərkəzlərini yeniləməklə yanaşı, atalarımızın öyrətdiyi ənənələri qoruyub saxlamağı da nəzərdə tuturdu. Lakin bəzi sakinlər bu modernləşmədən narahat olur, köhnə dəyərlərin unudulmasından qorxurdular. Onlar deyirdilər: "Bizim üçün ən vacib olan içimizdə daşıdığımız səmimi işıqdır. O işığı itirmədən ənənələrimizi və dəyərlərimizi qoruyub saxlamaq, gələcəyimizi sevgi və mərhəmətlə qurmaqdır." Tural bu yeni layihələrin cəmiyyətə gətirə biləcəyi imkanları və eyni zamanda atalarının öyrətdiyi ənənələri qorumağın vacibliyini dərk edərək, birlikdə Yeni Üfüqlər adlı böyük bir layihə hazırlamağa başladı. O, kəndin hər küncündə yaşayan insanlarla görüşüb, onların həyat hekayələrinin, arzularını və ümidlərini dinlədi. Hər kəsin özünə məxsus hekayəsi var idi. Yaşlıların keçmişin dəyərlərini, gənclərin isə gələcəyə dair ümid dolu baxışlarını əks etdirən hekayələr. Tural bu hekayələri toplayaraq kəndin mədəni irsinin, ənənələrini və modern inkişafı bir araya gətirən layihəni təqdim etdi. Layihə təqdimatının günü kənd meydanı adeta bir rəng cümbüşünə çevrildi. Hər kəs, yaşlılar, gənclər, kişilər və qadınlar, Turalın birlikdə Yeni Üfüqlər layihəsini dinləyərkən sanki min illərin hikmətini və əcdadlarımızın xatirələrini bir araya gətirən bir nağıl canlandı. Tural səmimi və dərin sözlər söyləyərək belə dedi: "Hər birimizin içində parlayan o işıq yalnız maddi zənginlikdən deyil, həm də sevgi, mərhəmət və dürüstlükdən ibarətdir. Əgər biz bir-birimizə dəstək olacağıqsa, qəlbimizdəki bu əbədi işıq ən çətin anlarda belə bizim yolumuzu aydınladacaq.
Biz birlikte yeni üfüqlərə doğru sevgi və mərhəmətlə addımlayacağıq. Bu sözlər kəndin hər küncündə yaşayan insanların qəlbində dərin izlər buraxdı. Hər kəs Turalın danışdığı hər sözdə keçmişin dəyərlərinin, əcdadlarımızın öyrətdiyi hikməti və gələcəyin ümidini özündə hiss etdi. Kəndin yaşlıları, gəncləri, hətta uşaqları belə Turalın sözlərindən ilham alaraq öz içindəki işığı tapmağa, onu paylaşmağa qərar verdilər. Yeni layihənin uğur qazanması ilə birlikdə yeni üfüqlər adlanan bu təşəbbüs kəndin inkişafında böyük bir dönüş nöqtəsi oldu. Kənd Nuranə artıq təkcə modern infrastruktur layihələri ilə deyil, həm də mədəni irs və ənənələrin qorunması ilə də özünü göstərirdi. İnsanlar hər gün öz qəlbindəki işığı taparaq bir-birinə dəstək oldu və sevgi ilə, mərhəmətlə inamın parıldadığı bir cəmiyyət yaratdı. Zaman keçdikcə Nuranə kəndində keçirilən mədəni tədbirlər, festivallar və ictimai söhbətlər atalarımızın öyrətdiyi ənənələri və gələcəyin ümid dolu perspektivlərini bir araya gətirərək kəndin hər küncündə yaşayan insanlara ilham verdi. Hər axşam ulduzların altında toplanan insanlar keçmişin hikmətinin, əcdadlarımızın nağıllarını və gələcəyin ümidini bölüşərək birlik və sevgi ilə dolu bir gələcək üçün ümidlə danışırdılar. Bu nağıl Tolstoyun geniş və dərin təsvir etdiyi kimi yalnız bir insanın və ya bir layihənin hekayəsi deyildi, o, cəmiyyətin hər bir üzvünün öz qəlbində daşıdığı əbədi işığın, sevginin və ümidin hekayəsi idi. Hər kəs öz içindəki o səmimi işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət, dürüstlük və inamı yaşamağa davam etdi. Kənd Nuranə artıq yalnız bir coğrafi məkan deyildi, o, insanların qəlbində yaşayan, əcdadların dəyərlərini və gələcəyin ümidini birləşdirən, səmimi və əbədi bir işığın təcəssümü idi. Beləliklə, Günəşin izində adlı bu dastan Azərbaycan torpaqlarının zəngin mədəni irsini, kəndin unudulmaz ənənələrini və cəmiyyətin birliyində gizlənən səmimi işığın əhəmiyyətini nəsildən nəsilə ötürərək, hər kəsin qəlbində parlayan o əbədi işığın, sevgi və ümidin necə yaşadığını bizə göstərdi. Hər kəs həyatın çətin anlarında belə öz qəlbindəki işığı tapıb, sevgi və mərhəmətlə gələcəyin ümid dolu səhərlərini qurmağa davam etdi. Bu hekayə Tolstoyun dərin və geniş təsvir etdiyi kimi insanın öz içindəki gücü, cəmiyyətin birliyini və əbədi ümidin səmimi işığının nə qədər böyük bir qüvvə olduğunu bizə xatırladır. Hər kəs günəşin izində öz qəlbində parlayan o işığı tapdıqca həyatın ən böyük sirrini, sevgi, mərhəmət və inamı yaşamağa davam etdi. Beləliklə, kənd Nuranədə hər doğan günəş, hər parlayan ulduz və hər sükut dolu an insanlara öz içlərində daşıdıqları əbədi işığın və ümidin parıldadığını xatırladaraq gələcək nəsillərə də bu dəyərlərin mirasını ötürdü.